Axşamınız xeyir olsun dəyərli komanda. Bugün çox möhtəşəm bir mövzu ilə gəlmişəm. Mövzumuz nədir? Karyera planlaması və mart ayının nəticələrinə əsasən şirkət çox möhtəşəm bonuslar elan edir və bugün mən sizə o bonuslar haqqında da möhtəşəm məlumatlar verəcəm, geniş izahat verəcəm. Deməli qızlar, bizim hər birimiz şəbəkə biznesində nəyə gəlmişik? Böyük qazançlara gəlmişik və inanın ki, bu Home bitkisel şirkətinin verdiyi qazanc, verdiyi imkanlar çox möhtəşəmdir və sistem yenilənib. Yenilənmiş sistemlə olan bizim karyeralarımız necə açılmalıdır? Mən bugün sırf ilk karyeradan turkuaza kimi bunun izahatını verəcəm. Ümid edirəm ki, vaxt çatacaq. Çünki mənim təlimimdən həmən sonra bizim üst liderimiz Çiləm Korkut-Atanın Türkiyə liderimizin təlimi olacaq. Ona görə də bir saat vaxtımız var. Geniş şəkildə başlayayım, izahatı verim turkuaz karyerasına kimi. Turkuaz karyerasından yuxarı karyeralarda bir təlimə salacağım. Onu da yaxın günlərdə, tez bir zamanda onu da hazırlayacağım. Turkuazdan yuxarı karyeraları nə qədər bacaracağım, izahatını verəcəm. Əsas bizim məqsədimiz komandamıza yeni qoşulan liderləri gözəl şəkildə motivasiya eləmək və onlar necə karyera aça bilərlər, onun izahatını verməkdir. Deməli, bizim uğur nərdivanımızda ilk karyeramız Akikdir. Xurşid liderim, zəhmət olmasa Akikin o mavi fonda düzəltdim banerini paylaş. Akik karyerası bizim ilk karyeramızdır. Görüntü necədir xanımlar? Bir nəfər münasibət bildirsin. Aydın görsün. Amma üstdən Xurşid çək. Aha, əla. Biraz da önə çək, zəhmət olmasa slaydı. Xurşid əlinlə biraz önə çək. Of, möhtəşəm. Hadi. Aha. İlk karyeramız Akik karyerası, dəyərli komanda. Akik karyerası 3% olan bizim karyeramızdır. Karyeranın şərti 4000 CP-dir və bu 4000 CP neçə manat dövriyyədir. Mən onları hamısını sizin üçün yazmışam. Təlimdən sonra bu hazırladıqlarımı ümumi elə bu qrupa atacağım, Telegram kanalına ki, qeydləri də rahat şəkildə dəftərlərə yaza bilərsiniz. Qızlar, bunların hamısı dəftərlərə yazılmalıdır. Karyera planlamasıdır. Bu mütləq vacibdir. Deməli, 520 manatlıq təqribi, ola bilər 510 olsun, ola bilər 530 manat olsun. Mən ümumi satılan Azərbaycanda ən çox tələbat olan məhsulları kabinetə yığıb dövriyyəni elə çıxartmışam. 520 manatlıq komanda ilə birlikdə açılan karyeradır bu karyera. Bu karyerada əgər sizin komandanızda 300 CP, yəni siz bilirsiniz ki, bizim şirkətin şərti 35 manatdır. 35 manatlıq dövriyyə bizə hardasa 280, 290, 300, bu təqribi 300 CP verir. Mən burada çıxarış eləmişəm. Əgər sizin komandanızdakı insanlar hamısı 35 manatlıq dövriyyə eləyərlərsə, sizə 13 nəfər adam lazımdır. Yox, əgər 59 üzəri bizdə dövriyyə 500 CP verir. 59 üzəri dövriyyə edərlərsə, sizə 8 nəfər lazımdır. Mən bu iki rəqəmi toplayıb ortalama təqribi rəqəm çıxartmışam. Yəni bizim komandamızda insanların yarısı ola bilər ki, 300 CP-lik məhsul vursun. Yarısı da ola bilər ki, 500 CP-lik məhsul vursun. Mən ortalama rəqəm çıxartmışam və bu rəqəm sayı 10-dur. Siz 10 nəfərlə təxmini, təqribi 10 nəfər insanla bu ilk karyeranı aça bilərsiniz, dəyərli komanda. Bu çətindirmi? Xeyr, çox asandır. Necə açırıq bu karyeranı? Hər bir lider mütləq komandasına 2 nəfər dəvətli etməlidir. Biz 2 nəfər öz komandamıza dəvətli edəriksə və o 2 nəfəri gözəl şəkildə öyrədəriksə, o 2 nəfər də öz 2 nəfərini gətirəcək və bizim birinci nəsildə 2 nəfərimiz olur. Bu sizsiniz. Sizdən sonra birinci nəsil gəlir. Burada 2 nəfəriniz olur. Bu nəsil hərəsi 2 nəfər adam gətirərsə, sizin 3-cü nəsildə 4 nəfəriniz olur. O 4 nəfərin hərəsi bircə nəfər adam gətirərsə, sizin ilk karyeranız düzəlir. İlk karyeranız açılır, dəyərli komanda.
və 10 nəfərlə biz bu karyeranı açırıq. Bu karyeranın planlaması nə deməkdir? Biz bilirik ki, bizim bir ayda 4 həftəmiz var və bizim artıq bir həftəmiz gedib. Ancaq mən planlamanı ilk həftədən verdim ki, gələcək ayda siz elə ay bitən kimi ilk həftədə planlama eləyəsiniz. Hər hansı bir lider əgər bu komandaya yeni gəlib və yaxud keçən ay gəlib, bu akil karyerasını planlayıbsa, o nə etməlidir? Ay o planlamasında olan hədəfi 4000 CP-ni bölür 4 həftəyə. 4 həftəyə böləndə bizim ilk həftələr hardasa dövriyyənin az hissəsini götürmüşəm mən burada. Çünki kataloqun ilk həftəsində adam sayı az olur və təqribən yavaş-yavaş növbəti həftələrə insanları dəvət də edirik və ən çox demək olar ki, CP-nin 50-60% ayın axırıncı həftəsi vurulur. Ona görə də mən burada həftələrə bölüb təqribi yazmışam. Yəni siz təqribi bilin ki, birinci həftə, ikinci həftə, üçüncü həftə və dördüncü həftə nə qədərlik komandanızda dövrüyə gedərsə, siz bu karyeralar aça bilərsiniz. Birinci həftə vermişəm 600 CP, ikinci həftə 800, üçüncü həftə 1000, dördüncü həftə isə 1600 CP. Bu CP-lər toplanarsa ayın sonunda siz akil karyerasını açmış olacaqsınız. Akil karyerasından sonra bizim gəlir növbəti karyeramız Safir karyerası. Safir karyerası bizim uğur nərdivanımızın ikinci karyerasıdır və akil karyerası 4000 CP ilə açılırsa, Safir karyerası bunun 2 qatı, yəni 8000 CP ilə açılır. Bayaq elədiyim bu hesablamaları elə bir vururuq 2-yə. Safir karyerası bizdə 7% gəlirdi və 8000 CP ilə açılır və bu karyerada təqribi 1040 manat komanda ilə birlikdə olunan dövriyyədir. Komanda ilə birlikdə olunan bu dövriyyə elə bil ki 300 CP eləyən 26 insan, 500 CP eləyən isə 16 insan vasitəsilə açılır. Yenə burada hər iki CP-ni toplayıb yarıya bölmüşəm. Bizə təxmini 20 nəfər adam lazımdır. Biz təxmini 20 nəfər insanımızla Safir karyerasını açmış olacağıq. Və burada həftəlik bölgülərdə isə birinci həftə 1000 CP, ikinci həftə 1500 CP, üçüncü həftə 2000 CP, dördüncü həftə isə 3000 CP ilə bu Safir karyerası açılır. Və burada gəldi artıq Safir karyerasını bitirən kimi mən başlayacağım indi. Şirkətin verdiyi bonus proqramı və Safir karyerasında bizə verilən bonuslar. Xurşid liderin bonus olan Safiri 45-30 manat olanı gəlir ekrana. Baxın, dəyərli komanda, artıq bu ayda ilk dəfə olaraq şirkət bonus proqramları elan etdi. Və bu bonus proqramlarından maksimum dərəcədə indi mən izah edəcəm necə biz faydalana bilərik. Deməli, bu Safir karyerasını ki açdı, bu ayın nəticəsini əsasən insanlarımız, yəni mart ayının bu bonuslar, mart ayı kimlər Safir karyerasını açıbsa, onlar bax bu bonusdan faydalana bilərlər. Deməli, mart ayının nəticələrinə əsasən ola bilsin ki, indi sual verə bilərsiniz ki, Yaqut xanım, məsəl üçün mən keçmişdə altın olmuşam, zümrüd olmuşam, amma mart ayının nəticələrinə əsasən Safir olmuşam. Mən də bu bonus proqramından faydalana bilərəmmi? Bəli. Mart ayının elə bir ki, nəticələrinə əsasən, bax indi izah elədiyim bu bonus proqramında kimlər hansını açıbsa, həmin şərtlərə əsasən pul mükafatlarından faydalana və yararlana bilərsiniz. Deməli, Safir karyerasını açıbsa mart ayında, aprel ayında bu karyeranı saxlayacaqsa 5 manat pul mükafatı əldə eləyəcək. May ayında da bu karyeranı saxlayarsa 10 manat əlavə pul əldə eləyəcək may ayında. İyun ayında bir pillə yuxarı qalxarsa, yəni burada düşmək olmaz. Mən düşdüm, o bir ay qalxdım, 2 pillə yox. Deməli, şərt belədir. Mart ayının nəticələrinə əsasən Safir olan liderlər aprel ayında da bu karyeranı saxlayırlar. May ayında 5 manat kabinetlərinə əlavə bonus gəlir. May ayında bu karyeranı saxlayırlar və yaxud da bir pillə yuxarı qalxırlar, onda 10 manat bonus götürürlər.
may ayında. Və deməli, iyun ayında bir pillə mütləq yuxarı qalxmalıdırlar. Yəni bir karyera, yəni safirlər minimum altın olmalıdırlar. O zaman da onların gəlirlərinin üzərinə 15 manat əlavə pul mükafatı gələcək. Bura kimi hər kəsə aydın oldu. Təlimin axırında kim nəyi anlamazsa qeydlər götürün qızlar. Təlimin axırında suallarınızı verərsiniz, cavablandıraram. Keçək növbəti karyeramıza. Növbəti karyeramız bizdə altın karyerasıdır. Altın karyerası 12%lik bir karyeradır və CP dövriyyəsi 12.000 CP-dir. Və bu altın karyerası 1560, 1600, 1500 manatlıq təqribi dövriyyə ilə komanda illikdə edilən dövriyyədə bu rütbə açılır. Və 40 nəfər 300 CP eləyən adamla 25 nəfər 500 CP dövriyyə eləyən adamla siz 12.000 CP-ni komanda ilə birlikdə toplayaraq altın karyerasını aça bilərsiniz. Amma təqribi 30 nəfər bizə insan lazımdır, minimum. Təqribi 30 nəfər insanla biz altın karyerasını gözəl şəkildə açırıq və həftəlik birinci həftə 2000, ikinci həftə 2000, üçüncü həftə 3000, dördüncü həftə 5000 edərsinizsə, təqribi bal bölgülərində siz rahat şəkildə bu karyeranı 4 həftəyə, yəni ay ərzində, ayın sonuna bu karyeranı açmış olarsınız. Gəlin görək. Altın karyerasına uyğun olaraq şirkət hansı pul mükafatını bizə təklif edir? Altın karyerasına uyğun olan pul mükafatımız 45 AZN-dir. Yəni 40 manat əlavə, altın gəlirindən əlavə 45 manat pul mükafatı əldə edə bilərsiniz. Deməli, altın karyerasını mart ayında təsdiq eləmiş liderlər aprel ayında bu karyeranı saxlayırlar, düşmək olmaz. 10 manat gəlir əldə edirlər. Növbəti ay yenə bu karyeradan saxlayarlarsa, yəni əgər inkişaf gedirsə qalxa bilər. Burada heç bir problem yoxdur. 15 manat əlavə mükafat əldə edirik. Amma iyun ayında bir pillə mütləq yuxarı qalxmaq lazımdır. Üçüncü ay. Üçüncü ay mütləq bir pillə yuxarı qalxaraq 20 manat da əlavə növbəti pul mükafatını qazansız. Toplam üçü bir yerdə 45 AZN altın karyerası açanlara aiddir. Kimlər ki, mart ayında fərqi yoxdur, rütbədən düşmüş olsun, düşməmiş olsun. Mart ayının nəticələrinə əsasən altın karyerasında olan bütün liderlər bu mükafatlardan faydalana biləcək. İndi isə gələk növbəti karyeramıza, zümrüd karyerasına. Zümrüd karyerasını açan liderlər 16% şirkətdən gəlir götürür və 20.000 CP dövriyyə ilə bu karyeranı açır. 20.000 CP dövriyyə neçə manatla yaranır? Deməli, 2600 manat pulla. 2600 manat əgər siz komanda ilə birlikdə dövriyyə təşkil edirsinizsə şirkətə və siz bilirsiniz ki, şirkət bizə niyə maaş verir, niyə gəlir verir, biz gəlir nəyin sayəsində alırıq? Bu yaratdığımız dövriyyələrin sayəsində yaradırıq. Ona görə də 2600 manat zümrüd karyerası bu dövriyyə ilə açılır və neçə nəfər insan lazımdır. Əgər sizin komandanızın insanları minimum 35 manat dövriyyə onda şərtli eləyirlər, bu zaman sizə 65 nəfər adam lazımdır. Yox, əgər sizin komanda hamısı 59 üzəri dövriyyə edirsə, sizə 40 nəfər adam lazımdır. Mən ortalama çıxartmışam 50 nəfər. Sizə zümrüd karyerasını açmaq üçün təqribi 50 nəfər insan lazımdır. Siz 50 nəfər insanı komandanıza dəvət edərsinizsə, rahat şəkildə bu karyeranı açarsınız, dəyərli liderlərimiz. Və həftə bölgüləri ay ərzində, deməli, birinci həftə 4000 CP, ikinci həftə 4000 CP, üçüncü həftə 6000 CP, dördüncü həftə isə 7000 CP dövriyyə lazımdır ki, bu karyera açılsın. İndi isə zümrüd karyerasında olan bonusu izahını verim elə. Zümrüd karyerasında olan bonusumuz 60 manatdır. Siz zümrüd karyerasında olan maaşdan əlavə bu bonusları da əlavə pul mükafatı kimi qazana bilərsiniz.
Zümrüd kasında olan bonus maaş, bayaqları elə sadaladıqca maaşları qeyd eləməyi unutdum. Amma ki, Zümrüd karyerasında maaş hardasa 80, 70, 60 üzəri. Baxır sizdən sonra hansı karyeranı açan insanlar yetişir. Siz bilirsiniz ki, bizim sistemimizdə dəqiq gəlir yoxdur. Biz dövlət işçisi deyilik ki, məsəl üçün, mən müəlliməyəm, mən bilirəm ki, mən maaşım 1097 manatdır. Mən hər ay bu gəliri alıram. Nə 1 manat aşağı, nə 1 manat yuxarı. Ancaq bizdə şəbəkə biznesində bizim yaratdığımız dövrüyə əsasən gəlir ona əsasən çıxır. Ola bilsin ki, bu ay dövrüyə biraz artıq olur və yaxud əksik olur. Komandanın yaratdığı dövrüyə əsasındadır. Ona görə də bizdə dəqiq gəlirlər yoxdur. Həm də sizdən sonra komandanızda hansı karyeralar yetişir, bu da sizin maaşınıza təsir edir, dəyərli komanda. Ona görə də Zümrüd karyerasında hardasa 50 üstü, 60, 68, 77, 80, 80 neçə manat alan liderlərimiz var. Yəni, bu da əlavə bonus kimi 60 manat da qazana bilərsiniz. Deməli, mart ayının nəticələrinə əsasən kimlər zümrüd olub? Həmin liderlər hər biri bu 60 manat əlavə pul mükafatını əldə edə bilər. May ayında zümrüd karyerasına düşmürsünüz, karyeranı saxlayırsınız, təbii ki, qalxa bilərsiniz. iyun ayında 15 manat, may ayında 15 manat, iyun ayında bir karyera yuxarı qalxsınız və iyul ayında 20 manat və növbəti ay iyulda da 25 manat. Cəmi bir yerdə 60 manat pul mükafatını qazanırsınız. Əlavə gəlirdi bu. Sonra keçək növbəti karyeramız Turkuaz karyerasına. Turkuaz karyerası 25% olan bizim karyeramızdır və 35.000 CP-lik mal dövrəsi ilə yaranır. Onu da qeyd edeyim ki, Turkuaz karyerası qol şərti tələb eləyən karyeradır. Burada mütləq 3 qol olmalıdır. Birinci qolumuz 12.000, ikinci qolumuz 12.000, altın. Üçüncü qolumuz isə akik 4.000, 12.000, 12.000, 4.000. Bunlar hamısı üçü bir yerdə eləyir 28.000. Bizim karyeramız isə 35.000-lə açılır. Bizdə 7.000 CP çatmır. 7.000 CP bu 3 qolun hansından gedirsə, məsəl üçün birinci qolunuzdan da gedə bilər, yarı buradan, yarı buradan, fərqi yoxdur. Əsas odur ki, bu qolda altın yetişsin, bu qolda altın yetişsin və bu qolda akik yetişsin. Üçüncü qolda da akik yetişsin. Akikin də dövriyyə şərti 4.000-dir. 12.000, 12.000, 4.000, 7.000 əlavə CP hardan gedir, getsin, fərqi yoxdur. Əsas odur ki, sizin kabinetinizdə 35.000 CP ilə siz Turkuaz karyerasını açırsınız. Turkuaz karyerasını açmaq üçün 4500, 4600, 4550, 4300 təqribi bu qədər məhsul dövriyyəsi gedir, qızlar. Deməli, bu dövriyyəni neçə nəfər insanla əldə eləyə bilərik? Deməli, əgər komandamızda 35 manatlıq məhsul vuran insanlardırsa, bizə 115-120 nəfər təqribi adam lazımdır. Yox, əgər sizin komandanızda hər bir kəs 59 üzəri məhsul vurursa, sizə 73-74 insan lazımdır. Mən yenə bunun ortalama insanını çıxartmışam, çünki mənim komandamda həm 300 CP vuran insanlar var, həm 500 CP vuran insanlar var, hətta elə insanlar var ki, 1000 CP də vurur, 800 CP də vurur. Ona görə ortalama bizə 90-95 nəfər insan lazımdır ki, biz Turkuaz karyerasını açaq. Və Turkuaz karyerasına olan bonusları göstər, Xurşid. Turkuazdan yuxarı, yəni Turkuazda bizim karyeralarımız var. Bütün karyeralara, bütün liderlər, deməli, mart ayının nəticələrinə əsasən kim Turkuaz bağlayıbsa, Turkuazdan sonra bizim gəlir ləl, kvars, ametist, diamond, green, black, bütün liderlər, hər bir lider mart ayının nəticəsinə əsasən hansı karyeranı bağlayıbsa, qızlar, bu hər biri bu 500 manat olan bonusdan istifadə eləyib və bu pulları qazana bilər. Şərt nədir? Əgər mart ayı siz Turkuaz karyerasını bağlamısınızsa, siz növbəti ay qalxa bilərsiniz, amma düşə bilməzsiniz. Yəni, Turkuazdan zümrüdə düşə bilməzsiniz. Əgər növbəti ayda Turkuaz karyerasını saxlayarsınızsa, siz 100 manat pul mükafatı qazanırsınız növbəti ay.
və o birisi ay. Siz bir pillə yuxarı qalxarsınızsa, yenə 100 manat və o biri ay 300 manat pul mükafatı qazanırsınız. Deməli, turkuaz mart ayında turkuazdırsa, aprel ayında 100 manat, may ayında yenə 100 manat, iyun ayında bir pillə mütləq yuxarı qalxmalıdır, ən azı ləl olmalıdır, onda da 300 manat. Və bu digər liderlərə aiddir. Məsəl üçün, turkuazdan sonra gəlir ləl. Əgər siz mart ayının nəticələrinə əsasən ləl karyerasında olmusunuzsa, siz aprel ayında mütləq ləl karyerasını saxlamalısınız. Ondan 100 manat qazanırsınız, növbəti ay bir pillə yuxarı qalxırsınız və 100 və 300 manat pul mükafatlarını qazanırsınız. Yəni bu həm də kvarsa, ametistə, diamond'a, green'ə, black'ə, daha yuxarı karyeralar hər kəsə aiddir. Baxın dəyərli komanda, bu pul mükafatları sizə əlavə şirkət gəlir verir. Sizin ay ərzində açdığınız karyeranın gəlirindən başqa hər kəs bu pul mükafatlarını istifadə edib, karyerasını qaldırıb pul mükafatlarını qazana bilər. Məqsəd nədir? Məqsəd ondan ibarətdir ki, insanlar karyeradan düşməsinlər, daha da həvəsli şəkildə pul mükafatlarını adaptasiya olub, karyeralarını saxlasınlar və hətta qaldırsınlar. Bu təlimdə izah elədiyim bu qədərdir və şirkətin bir də bu karyeralara, safirə, altına, zümrüdə, turkuaza, bütün green diamond'a kimi hədiyyələri var idi. Onu da yəqin ki, ümumi Subutay Balçının təlimində görmüsünüz və o günü Subutay Balçı bu ay keçdiyi təlimdə onu qeyd elədi ki, kimlər keçən ay, yəni ki, mart ayında bu karyeralara açmayıbsa, safir, altın, zümrüd, turkuaz, bu mükafatından fərqli olaraq ilk dəfə, yəni ki, Hon tarixi dövründə ilk dəfə safir olursa, 5 ay safir karyerasını saxlayırsa, bu tefal tava qazanır. 5 ay, yəni safirdən düşməməlidir də, qalxa bilər, amma düşməməlidir. Yəni bu aya aiddir, yəni bu hədiyyələr də, onu da qeyd edeyim ki, hədiyyələr çox möhtəşəm hədiyyələrdir, elektrik avadanlıqlardır, özü də çox brend bir şirkətin, tefal şirkətinin elektrik avadanlıqlarıdır. Ən yüksək karyera orada Green Diamond'dır, Green Diamond'ın hədiyyəsi isə Dubai səyahətidir. Yəni bu karyeraya çatan insanlar 5 ay müddətində Green Diamond karyerasına çatan insanlar şirkətin Dubai səyahətinə qatılacaq və tam pulsuz şəkildə bu səyahətdən faydalanacaq. Bu qədər gözəl bizə imkanlar sunan şirkətimiz var. Şirkətimiz çox möhtəşəm şirkətdir və biz bu şirkəti necə qururuq? Tövsiyə üzərindən sadəcə evimizə lazım olan məhsulları almaqla, baxın, evimizə onsuz da bu məhsulları alırıq və biz nə edirik? Həm bu məhsulları alırıq, bitki tərkibli, keyfiyyətli məhsullar. Həm də biz insanları bura dəvət edib, onlara biznes qurmağı öyrədirik və onlara da bu iş imkanları sunaraq öz komandamızı böyüdürük və qazandıraraq, insanları qazandıraraq qazanırıq. Bundan möhtəşəm bir imkanlar, bundan möhtəşəm bir sistem, asan, rahat bir sistem yoxdur. Mənim bu bugünkü təlim üzrə keçəcəklərimiz bu qədər. Kimlərin sualı varsa, buyurun xanımlar. Mikrofonlarınızı açın, əl qaldırın, burada yəqin ki, mənə kömək eləyər digər liderlər, adminlər. Kimlərin sualı varsa, versin. Nəyi anladıq? Buyurun. Axşamınız xeyir ederim. Hər vaxtınız xeyir. Sağlıq. Sağ olun. Sadəcə orada gözdən yayılan bir-iki detalı qeyd etmək istəyirəm. Buyurun. Orada mart ayında siz karyerləri deyəndə mart ayında məsələn safir karyerini açıb qoruyan dediniz. Amma o ilk aprel ayında da açana da aiddir. İlk dəfə açana da aiddir. Yəni martın bura aidiyyatı yoxdur. Genel karyerdən və bu aydan söhbət gedir. Yəni martda açmamış ola bilər. Məsələn mən martda yeni qoşulan ki insanlar var. Mən əsas köhnə liderləri nəzərdə tutdum. Düz deyirsiniz liderim. Məsəl üçün adam var ki bugün qoşulub bizim komandaya. Və yaxud da keçən ay qoşulubdu, karyera açmayıbdı. Bu ay açarsa bəli, onlar da qatıla bilər. Bəli, və yaxud da ki bu adamın kabinetində genel karyeri turkuaz yazılıb.
Amma adam 2 Hı ayda hı. turkuaz ola bilmir. Amma genel karyer turkuazdır da 2 ayda zümrüd olur məsələn. O adama da Aha. aiddir. Gəlib yenə də genel Yox, karyerini qorusa, genel kariyer, mən qeyd elədim, yəni bunu izah eləyəndə. Mart ayında kim hansı kariyeri açırsa, genel kariyer o götürüləcək. Çünki qazanc planı dəyişdi. Ona görə də şirkət sizin kabinetinizdə göstərə bilər sizin məsəl üçün. Siz turkuaz olubsuzsa məsəl üçün. Sizi də genel kariyer turkuaz göstərə bilər. Ancaq siz mart ayında altın olubsuzsa, zümrüd olubsuzsa, siz onun bonuslarından faydalana biləcəksiniz. Mart ayı kim hansı karyeranı açıbsa, o karyeranı da onun genel kariyeri götürülür şirkət tərəfindən. yəni amma açmamışlara da aiddir, yeni gələnlərə də Bəli, aiddir. yeni gələnlərə Mart aiddir, bəli, bəli. aylarına da aiddir. Bəli. Və yaxud Mən da əsas ümumiyyətlə tutaq ki, aprel 6 aydır bu adam burdadır, 4 aydır. Məsələn, karyer açmayıb, martda da Hı hı. açmayıb, amma bu ay karyer açıb. Ona da aiddir. Bəli, ilk Bir də dəfə, orada bəli. Bir də orada zümrüdün maaşını 50 manat qeyd elədiniz. Bu aydan zümrüdün maaşı 150 manatdan yuxarıdır. Daha doğrusu bu aydan yox, mart ayından. Zümrüd olan liderlər 150 plus bonus maaşı alırlar. Bu ayki aksiyalara aidiyyatı yoxdur. Maaş olaraq 150 üzəri alırlar. 50 yox, 150 üzəri. Mən zümrüd altının maaşını zümrüddə dedim onu. Ola bilsin qarışdırmışam. Olar. Baxaram indi təkrarına. Altında maaşlar 50 manat, 77, 80, bax belədir altında maaşlar. Zümrüddə yox, 150 üzəri deyil. Hardasa 100-də baxır da indi qrupa, komandaya 100 də ola bilər, 120 də ola bilər. Böyük dövriyyə ilə açıbsa, məsəl üçün turkuazı hələ bağlamırsa 140, 145, 150 bax belə olur. Əsas odur ki, biz nəyə götürürük? 20.000 CP ilə ilk dəfə zümrüd açan insan hansı gəliri götürür? 120, 110, 130 baxır da karyerasında. Bir də komandasında əgər Türkiyə varsa, maaş biraz aşağı, Türk liderlər varsa, maaş biraz aşağı hesablanır. Sırf Azərbaycan və Gürcüstana 100%, yəni PD hesablanır. Liderim, məndə genel karyer turkuazdır. Hı. Amma bu ayki Mart ayına əsasən nə olmusunuz liderim? Mart ayına. onu deyirəm, liderim. Onu cavablamağa çalışıram. Amma mart ayındakı kariyerim zümrüddür. Amma altında da safir tutduğu halda mənə 155 manat bonus oturubdur. Altında da hətta safir var. Safir olmasaydı 178 göstərirdi. Aha. Altınızda safir, altın yoxdur, altın. Neçə qolla açmısınız? 3 qolla. 3 qolla çox gözəl. 3 qolla açılanda ümumiyyətlə gəlir yüksək olur. Həm 3 qol 3 qol olanda, həm də altdakı insan akik olanda 178 göstərirdi. O insan safir oldu, 152 oldu. Yəni ki, kariyerdən çox şərtli oldu, amma yəni sizin dediyiniz bəli. kimi 100 İndi sizin altınızda altın yetişsəydi, sizdə orada o olmayacaqdı. Ondan da aşağı olacaqdı məbləğ. Altınızda lider yetişir. Bəli. Siz indi baxın liderim, siz zümrüdsüzsə mart ayının nəticələrinə əsasən, siz indi zümrüdün bax bu bonus proqramında iştirak edəcəksiniz. Bu pulları götürə biləcəksiniz. Bəli, liderim, inşallah ki. Xeyirli olsun. Düşüncələriniz üçün təşəkkür. Başqa sualı, fikir olan varmı liderlər? Təşəkkür edirəm Yaqub xanım. Möhtəşəm bir təlim üçün. Minnətdaram liderim. Var olun həmişə. Çox sağ olun. Burada Zülfiyə xanım, kömək eləyin, mən əl qaldırır insanlar, qoy fikirlərini bildirsinlər. Mən də burada izin verirəm. Açıram liderim, açıram. Bir açıram səsləri. Buyurun. Axşamınız xeyir olsun Yaqub xanım. Təşəkkür edirəm. Hər vaxtınız xeyir olsun. Çox sevirəm sizin təlimlərinizi. Çox Bir sağ olun. şey deyim ki, altında yəni keçən ilin CP dəyişmədiyi müddətdə altında 100 üzəri gəlirdi. Amma zümrüddə 150 üzəri idi. Yəni o məndən altında yetişmişdi tək qolla. Yəni onda 100 üzəri, 130, 133, 120 belə götürürdüm. Yəni, İndi hal-hazırda üç qolla. keçən ayın nəticələrinə əsasən necə oldu sizdə?
Yox, hal-hazırda yox. Keçən ilki CP-lərə görə deyirəm. İndi Değerli inşallah ki, liderim, geçen yəqin ilki kaldı geçen ilde. Yeniden danışmak lazım. Biz Değil mi? biz hal-hazırda məqsədimiz odur ki, insanlara bu yeni sistemi və yeni rütbələrdə olan qazancları izah eləyək və başa məqsədimiz odur düşdüm. liderim. Liderim, mən Hə. sizi başa düşdüm. Yəni mənim deməyim odur ki, keçən il mən altın olduğu müddətdə altında yetişsə belə o mənim gəlirimə təsir etməmişdi. Onu demək istəyirəm. Yəni Hə, daha onu çox demək gəlir düşürdü. Daha Hı az -hı. yox. Altında yəni belə deyim, lider yetişdirməyə görə də əlavə, yəni onun da bonus hesablanırdı. Düz deyil. Şirkət bonuslar verir də, çox qazananda əlavə bonuslar verir. Bunun dəfələrlə şahidi olmuşuq. May ayında mənə 2000 tamam olacaq ki, mən artıq bu şirkətdə mən çox görmüşəm ki, məsəl üçün şirkət deyir ki, bu ay zümrüdlərə 50 manat əlavə bonus verirəm. O qədər olub ki, bu ay turkuazlara 100 manat əlavə bonus verirəm. O qədər olub ki, 2 aydan bir, 3 aydan bir şirkət onsuz da komanda üçün, liderlər üçün bu jestləri eləyir. Şirkət görür gəliri çoxdur, onu liderlərinə bonus kimi verir. Məsəl üçün, bu ay zümrüd karyerasını aç, gəlirindən əlavə 50 manat qazan. Dekabr ayında, ondan qabaq 2 ay əvvəl, o qədər ilə bonuslar verdi ki, şirkət. Yəni ki, şirkət hələ ki, o gün yəqin ki, Subutay bəyin təliminə qatıldınız, çox gözəl yeniliklər olacaq. Hətta şirkət dollarla mükafatlar da düşünür. Yəni, çox gözəl, möhtəşəm yeniliklər olacaq. Bu ay Azərbaycan zavodunda daha bir 6-7 məhsul çeşidi istehsal olunacaq. Azərbaycan zavodunda istehsal olunan məhsullar 30%, 40% endirimlə bizə təklif olunur. Keçən ay çıxan məhsullarımız necə gözəldir. İstifadə edirik, çox keyfiyyətli, çox gözəl. Hamı da məmnun qalır. İnanın ki, iş Türkiyədən gələndən də gözəldir. Çox keyfiyyətli məhsullardır. Şirkət çalışır ki, nə qədər bacarır insanlara imkan yaratsın, şərait yaratsın ki, insanlar burada qazansın. Ona görə də qolumuzu çirmələyib işləməliyik və bundan gözəl imkanlar inanın ki, yoxdur. Super, möhtəşəm təkliflər var. Daha da hələ lap yeniliklər də, çox gözəl də yeniliklər bizi gözləyir. Bildiyiniz kimi ayın 9-u Şeyda xanım, Subutay bəy gəlir Bakıya. Üst qurul toplantısı var. İnşallah biz orada iştirak eləyəcəyik. Orada mütləq bizə yeniliklər deyəcəklər. Həmişə elə qurul toplantılarında sürprizlər, yeniliklər, çox gözəl bir xəbərlər verirlər şirkət. Həm də istişarə edirik, bir fikir alış-veriş edirik, bir düşüncələrimizi bölüşürük, fikirlərimizi çatdırırıq. Çox gözəldir. Bu şirkətin çox gözəl tərəfidir. Mən ilk dəfə belə bir şey toplantıya katılanda o qədər həyəcan keçirmişdim ki, nə gözəldir ki, bu şirkət öz liderlərini yığır və onlarla istişarə eləyir, onların fikirlərini alır. İnşallah çox gözəl və möhtəşəm dəyişikliklər olacaq, dəyərli liderlərimiz. Biz odaqlanaq öz yeni karyeralarımıza, insanlarımıza və bizim məqsədimiz odur ki, insanlara bu dəyişimləri, yenilikləri dadlı-dadlı, gözəl şəkildə anladaq. Axşamınız xeyir olsun, Yaqut liderim. Hər vaxtınız xeyir olsun. Mən təlimi həqiqətən də başdan sona qədər can qulağı ilə dinlədim. Heç bir sualım yoxdur. Sadəcə sizə təşəkkür etmək istədim. Ağzınıza, əməyinizə sağlıq. İnanıram ki, hər bir liderimiz də bu gözəl təliminizdən maarifləndi. Şirkətimizin zaten verdiyi bonuslara söz ola bilməz, amma həqiqətən də çox gözəl, belə hər dəqiqliyinə toxunaraq bizə anlattığınız üçün çox sağ olun. Çox təşəkkür edirik sizə. Sağ olun, təşəkkür edirəm. Sağ olun. Sualı olan var mı qızlar? Hələ vaxtımıza var. Hələ 15 dəqiqəmiz var. Kiminsə sualı varsa buyurun. Axşamınız xeyir olsun liderim. Hər vaxtınız Təşəkkür xeyir edirik olsun. möhtəşəm təlim üçün. Həqiqətən də Sağ olun. komandada bu təlimə ehtiyac var idi. Qızlar çox soruşurdular qazanc planı barəsində, maaş cədvəli haqqında soruşurdular. Təbii ki, siz ortalama bir rəqəmlər dediniz. Öz komandanızdan Diamond bu günləri gördüm qrupunda istişarələr elədiniz. Digər liderlərinizdən soruşdunuz. Təxmini bir məbləğlər çıxardıq Yaqut xanım qızlar. İndi inşallah ki, sabahda iftarlar olacaq, düzələcək. Dəqiq maaşlar oturandan sonra ümid edirik ki, yeni maaş cədvəlimizdə hər bir kəsə atarıq, burada atarıq, qrupu da hazırlayıb. Çox təşəkkür edirəm, təliminiz super idi. Hə, inşallah. Təşəkkürlər, əməyinizə sağlıq, super bir təlim idi. Sağ olun liderim, çox sağ olun. Deməli, bu gün mən Diamond qrupda, mən istəyirdim hətta qazancları da burada bölüşəm sizinlə. Yəni, bütün Diamondlarla istişarələr elədik. Təqribi bir cızmaqara hazırlamışıq. Demək olar ki, hazırdır. Sadəcə tam belə
gözəl şəkildə hazırlaya bilmədim. Vermişəm yazılmağa. Hazır olan kimi qrupa atacağam, sizinlə paylaşacağam dəyərli liderlərimiz. Təqribi bilin ki, hansı karyerada hansı gəlirlər var. Yəni AKİ karyerasında çox möhtəşəm gəlirlər var. Yəni hardasa 10 manata kimi var gəlirlər. 9 manat neçə qəpik alan akiklərimiz var. Safir karyerasında 20 28, 27, 30 neçə bax bu qədər gəlirlər var. Əslində baxanda bunlar hamısı bizi qane eləyir. Çünki həqiqətən mən burada dövriyyələrlə hamısını indi atacağım qrupa. Təlim gedə-gedə mən göstərirdim. O dövriyyələrə baxanda o dövriyyə ilə verilən gəlir normaldır, çox normaldır. Zümrüd karyerasında, altın karyerasında hardasa 50 manatdan yuxarı, 77, 80, 66, altının altında bir dənə də altın yetişibsə, ikinci qol şərtini düzəldibsə, o altına hardasa 55. Bax, belə gəlirlər gəlir. Prosta iptallar vardı ya, iptalların son günü sabahdır. Sabah hamı iptalını tam həll eləyəcək, sabahdan sonra tam bilinəcək. Prosta sabaha gözləyirəm, bütün iptallar həll olunsun. Bir dənə gözəl gəlir cədvəlini də hazırlayıb atacaq qrupa ki, hər kəs faydalansın. Dəqiq bilinsin ki, hansı karyerada hansı gəlirlər var. Turkuaz karyerasının 400 üstü, 450, 430, 425, 460 aldı liderlərimiz komandada. Yəni, vəziyyət belədir, qızlar. Olunan dövriyyələrə əsasən normalda gəlirdi. Şirkət inşallah daha da gözəlini düşünür, daha da gözəl olacaq. Biraz səbirli olaq, hər şey gözəl olacaq. Zaten şirkətimiz üçün hər şeyin ən gözəlini edir. Buyurun. Təşəkkür edirəm sizə. Həqiqətən də bu bonusları, bu qol şərtlərini komandaya ötürdüyünüz üçün dərindən təşəkkürümü bildirirəm. Home Life Azərbaycan həqiqətən də nömrə 1-dir, bir olaraq da qalacaq. Həm eyni zamanda burada dinləyən liderlərimizə də bu fikrimi çatdırmaq istədim və həqiqətən də kabinetimizdə mövcud olan qazancları görüb qolumuzu çırmalayıb doğru düzgün şəkildə eyni zamanda struktura ötürməliyik, həm də ki, işləməliyik, həm aşağıdakı liderlərimizi, həm də ki, özümüzü qazandırmalıyıq. Hələ çox dastanlar yazacaq bu şirkət. Yeni era ilə qarşımızdadır. Sadəcə bizə düşən məsuliyyət qazandır və qazanmaqdır. Həqiqətən də sizə də təşəkkürümü bildirəm dərindən. Bu qol şərtlərinə ehtiyacımız var idi. Doğrudan ehtiyacımız var idi ki, bonuslara, onu da bayaq ki, liderlərimizə vurğulayım ki, keçən ay yəni mövcud olan bonuslar da var idi. Bilirsiniz ki, pin kodlara oturmuşdu. Yəqin ki, liderlərimiz onu bayaq hesabladılar. Yəni zümrüdlərimizə, turkazlarımıza, zümrüdlərə 25 manat idi, turkazlarımıza 50 manat. Onlar sonradan pin kodlarımıza oturdu, amma bu ay üçündə təbii ki, yeni era ilə, yeni bu qazanc sisteminə yenə də mövcud olacaq. Hər kəs yəni ayın sonuna möhtəşəm nəticələrlə kapanış eləsin ki, bu bonuslardan yararlanmış olsun. Təşəkkürümü bildirəm bir daha sizə. Çox sağ olun. Nakaz liderim, təşəkkür edirəm. Sağ olun canım mənim. Sağ olun. Heç kimin fikri yoxdursa, sualı yoxdursa, yekunlaşdıraq təlimi. Birazdan Çiləm xanımın təlimi başlayacaq, 10 dəqiqə qalıb. Təlimə qoşulan bütün liderlərimə öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Təşəkkür edirik, dəyərli liderim.